Hurmanın tumun her gün ye, min bir derdin dermanıdır. Böreğinizde daş var, daha olmayacak. Prostatın xəstədir, prostatını sağaldıb səni şirkimi nərillədəcək. Qan devranını sürətləndirəcək. Tərkibindəki kalyumun köməyi ilə ürək damarlarının keçiriciliyin bərpa eləyib, ürəyini sağlam saxlayacaq. Bədəndəki toksin maddələri təmizləyib, xolesterini normada saxlayacaq. Xurma tumu həm kişilərə, həm də xanımlara çox faydalıdır. Bəs bu xurmanın tumunu necə qəbul etmək lazımdır? Ekrandakı ürəyi qızart, profilin üzərindəki plus işarəsinə toxun və mənə diqqətlə qulaq as. Xurmanın özün yedikcə tumların yığıb saxlayırsınız. Sonra o tumları yaxşı-yaxşı yuyub atırsınız bir dənə tavanın içinə 5 dəqiqə quru-quru qovurursunuz. Sonra blender, daş, hər hansı bir üsulla o tumları toz halına gələnə qədər yaxşı-yaxşı üyüdürsünüz. Sonra gündə bir dəfə səhər yeməyindən sonra bir çay qaşığı üyüdülmüş xurma tumun ya bir stəkan sütə ya da süt içə bilmirsən bir stəkan ilıq suyun içinə qatıb yeməkdən sonra içirsən. İlk gündən gələn dəyişikliyi hiss eləyəcəksən. Bunu sizə heç kim deməyəcək. Mütləq məni takip edin və bu videonu hər kəslə paylaşın ki, hər kəs bu videodan faydalana bilsin.